Salam, hamınızı xoş gördük. Bugün nənəmin mətbəxində hazır krem hazırlayırıq. Yəni hazır mağazadan alınmış belə krem şantilərdən istifadə eləməklə. Krem şanti hazır bir kremdir. Sadəcə olaraq ona süd və yaxud su qatıb çalırıq. Quru halındadır, belə paketlərin içərisində olur. Mən sadəsindən istifadə edirəm. Bunun bananlı və yaxud çiyələkli, qarışıq meyvəli növləri də var marketlərdə. Sadə krem şantidən müxtəlif güllər hazırlayanda rəng qata bilərsiniz və yaxud naxış sala bilərsiniz tortun üzünə. Krem şanti əsasən meyvəli tortlarda istifadə olunur və yaxud da ki, hazırlanan desertlərdə meyvələrlə, şokoladla, müxtəlif qoz, fındıqla istifadə edirik. Krem şantini hazırlamaq üçün qab mütləq təmiz olmalıdır, yağlı və yaxud nəm olmamalıdır, quru olmalıdır. Bizə süd lazımdır, 1 stəkan. Su da qata bilərsiniz, amma sadəcə olaraq südlə çox dadlı olur. Əgər krem şantini desertdə istifadə edirsinizsə və yaxud müxtəlif piroqların, mini kekslərin üzərinə istifadə edəcəksinizsə, cupcake'lərin, o zaman elə bunun üzərində göstərildiyi kimi, yəni bunun təlimatında da var, bir paketinə təqribən 1 stəkandan biraz az süd qatılır. Amma mən bugün bu krem şantidən tortun üzərinə qızıl güllər qoyduğuma görə elə bu 2 paketin ikisinə 1 stəkan süd qatıram. Nəyə görə? Hazırlayarkən qızıl güllər öz formasında qalsın, o tərəf bu tərəfə əyilməsin deyə bunun 2 paketinə 1 stəkan su qatılır və yaxud süd qatılır. Birinə qatdıqda biraz duru olur, istədiyimiz formanı ala bilmirik, qalın düşür naxışlar. Amma ikisinə 1 stəkan süd qatdıqda istədiyiniz naziklikdə, istədiyiniz zəriflikdə naxışlar vura bilərsiniz. Hər 2 paketi qaba boşaldırıq. Və üzərinə soyuq südü əlavə edirəm. Əvvəlcə biraz qarışdırırıq ki, südlə qarışsın və mikserlə çalırıq. Və çaldıqca görəcəksiniz ki, artıq krem bərkiməyə başlayıb. Və bu bərkiyəndən sonra, belə bir vəziyyət alandan sonra dayanmadan bunu 7-8 dəqiqə çalmaq lazımdır. Artıq kremimiz hazırdır. Gördüyünüz kimi mikserin çubuqlarında belə, yəni götürdükdə qalmalıdır, sap kimi uzanmalıdır şanti. Və bir də krem şantinin bir üstün cəhəti var ki, İstədiyiniz forma verə bilirsiniz, istədiyiniz üsulla işləyə bilirsiniz krem şanti ilə. Məsələn, yağlı kremlə çətindir işləmək. Otaq isti olduqda krem əriyir, şərait lazımdır, yəni otaq soyuq olmalıdır yağlı kremlə işləmək üçün. Amma krem şanti istənilən şəraitdə çox yaxşı işləmək olur, yəni hər formanı vermək olur, naxış salmaq olur, gül qoymaq olur, yazı yazmaq olur rahatlıqla. Bu bizim hazırladığımız, yəni güllər üçün, naxışlar üçün hazırladığım krem şantidir. Əgər krem şantidən meyvəli tortlarda, desertdə, cupcake'də istifadə ediriksə, yəni 1 paket krem şantiyə 1 vanil və 1 xörək qaşığı şəkər kirşanı əlavə edirəm. Nəyə görə? Dadı yaxşı olsun, şirin olsun. Bilirsiniz ki, krem şanti çox da şirin deyil. Tortda istifadə edərkən meyvə ilə bizə lazımdır ki, krem şirin olsun. Krem şantiyə müxtəlif rənglər, qida boyaları qata bilərsiniz, kakao qata bilərsiniz. Çox gözəl qarışır, yaxşı da dad alır. Bugünlük bu qədər. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Ruziniz bol, bərəkətli olsun. Sağ olun.